Ev və vəhşi çöl göyərçinləri təmsil. Quş ovçusu öz ev göyərçinlərini tora bağlayıb, özü uzaqda durub gözləməyə başladı. Vəhşi göyərçinlər ev göyərçinlərini görüb yanlarına uçub gəldilər və tora düşdülər. Quş ovçusu qaçıb gəlib onları tutdu. Vəhşi göyərçinlər ev göyərçinlərini məzəmmət etdilər ki, onlar həmcinslərinə tələ olduqlarını xəbər verməyiblər. Ev göyərçinləri isə cavab verdilər: "Bizim üçün vacib olan sahibimizlə dalaşmamaqdır. Həmcinslərimiz haqda biz heç düşünmürük də." Bax, ona görə ağasını sevən işçiyə, nökərə qəzəblənmək olmaz. Ağasını sevən nökər öz yaxınlarından soyuyur.